Məlum olduğu kimi, bu ilin noyabr ayının əvvəlində ABŞ-də ölkənin qanunverici orqanı olan Konqresin tərkibi müəyyənləşdiriləcək və 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq 120-ci Konqres formalaşacaq. Yenavaz.com xəbər verir ki, seçkilər zamanı Nümayəndələr Palatasının bütün 435 mandatı və Senatdakı 100 yerdən 35 uğrunda səsvermə keçiriləcək. Qaliblər 6 illik və 2 illik müddətə seçiləcəklər. Qeyd edək ki, hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasında üstünlüyə malikdir. 2026-cı il seçkiləri ABŞ prezidenti Donald Trumpın 2024-cü ildə yenidən prezident seçilməsindən sonra keçirilən ilk aralıq seçkilər olacaq. Analitiklərin fikrincə, seçkilərdə seçicilərin Trump administrasiyasının iqtisadiyyat və miqrasiya siyasətinə münasibəti mühüm rol oynaya bilər. Son sorğular göstərir ki, seçicilərin bir hissəsi bu sahələrdə hökumətin fəaliyyətini tənqid edir. ABŞ-də seçkilərə hazırlıq prosesində ştatlar üzrə ilkin partiya seçkiləri keçirilir. Bu proses 2026-cı ilin martından sentyabrın ortalarına qədər davam edəcək və hər partiyanın əsas namizədləri müəyyənləşdiriləcək. Ekspertlər hesab edirlər ki, 2026-cı ilin aralıq seçkiləri ABŞ-də siyasi qüvvələr balansını dəyişə bilər. Bu seçkilərin nəticəsi yalnız Konqresin tərkibini deyil, həm də prezident administrasiyasının növbəti 2 ildə həyata keçirə biləcəyi siyasəti müəyyən edəcək. 2026-cı ilin aralıq seçkiləri ilə bağlı aparılan son sorğulara görə seçicilər arasında demokrat namizədlərə dəstək daha yüksəkdir. Decision Desk HQ sorğu şirkəti tərəfindən keçirilən sorğuda respondentlərin 45,1% demokrat namizədə, 40,5% isə respublikaçı namizədə səs verəcəyini bildirib. Real Clear Polling'in müxtəlif sorğular üzrə orta göstəricisine görə demokratlar təxminən 47,2%, respublikaçıların 42,8% göstəricisini qabaqlayır. Başqa bir sorğu şirkəti Silver Bulletin'in sorğusunda isə demokratların üstünlüyü daha böyük olub. 48% demokratları, 42,7% respublikaçıları dəstəklədiyini bildirib. Sorğular göstərir ki, qadın seçicilər arasında demokratlara dəstək daha yüksəkdir, 53%, respublikaçılara isə 38%. Kişi seçicilər arasında isə rəqabət daha yaxın görünür. 47% respublikaçıları, 42% demokratları dəstəkləyir. 2026-cı il seçkiləri 2024-cü ildə yenidən prezident seçilən Donald Trump administrasiyasının ilk aralıq seçkiləri olacaq. Tarixi tendensiyalara görə ABŞ-də prezidentin partiyası aralıq seçkilərdə tez-tez yerlər itirir. Buna görə də analitiklər bu seçkiləri respublikaçılar üçün çətin sınaq kimi qiymətləndirirlər. Son məlumatlara görə bəzi gənc seçicilər arasında hakim partiyaya dəstək zəifləyib.